Salam dəyərli izləyicilər, xoş gördük sizləri. Python-dan bəslənmiş sadə sualımıza baxırıq. Deməli, print F5 bölünsün F3 düzdür. F5 axtaraq tapaq, ondan sonra da F3 axtaraq tapaq və bölək. Deməli, 5 ilə biz bura gələndə if n bərabərdirmi 0-a, baxın 5 bərabərdirmi 0-a xeyr, else gəlirik. İstədirik F5 bərabərdir 5 vurulsun F 5 minus 1, yəni ki 4. Bu görürsünüz gedir 0-a bərabər olanda 1 qaytaracaq bizə. Bu artıq əzbər olaraq çoxunuz bəlkə də bilirsiniz ki 5 faktorial tapacaq, amma yenə də yazaq. Deməli bu dəfə F4 axtaracağıq, böləcək 4 vurulsun F3, F3 axtaranda eləyəcək 3 vurulsun F2, sonra gəldiniz F2-ni axtardınız, elədi 2 vurulsun F1, deməli F1-i axtardınız, bu da sizə elədi 1 vurulsun F0. Artıq F0 axtaranda gəlsiz bura 0. 0 ilə gələndə 0 bərabərdirmi 0, bəli sizə nə deyir qaytar? 1-i qaytar. Deməli 1-i də qaytaranda F0 oldu nə? 1. 1-i bura vuranda 1. 1-i qoydunuz bura, 1-i 2-yə vurdunuz 2. Deməli 2 vurulsun 3, 6. 6 vurulsun 4, 24. 24 də vurulsun 5, sizə neçə verəcək? 120. Yəni ki bu bizə nəyi qaytardı? 120. Vəssalam, burada da deməli F3 istəyir sizdən. F3 onsuz bir tapmışıq. F3 deməli bizə nə qaytarmalıdır? 3 faktorial qaytarmalıdır. O da neçə eləyir? 1 vurulsun 2 vurulsun 3, 6 eləyəcək. 120-ni də 6-ya bölündə sizə neçə verəcək? 20 B variantı.